Xurşudbanu Natəvan əsərin birinci şəkli necə başlayır? Birinci şəkildə bildiyimiz kimi Xurşudbanu gedir Qafqaz canişinliyinə mülklərini geri qaytarmaqdan ötürü və Qafqaz canişinliyində onu birinci Knyaz Xasay qarşılayır və Knyaz Xasay deyir ki, gözləyin, indi canişin sizinlə görüşəcək. İndi gəlin o hissəni izləyək. Canişin cenabları, indi buyurup sizi dinleyecekler Bal Bey. Teşekkür ederim. Kulluğunuzda hemşe hazıram Bal Bey. Bu benim için büyük iltifattır Knyaz. Ben sizin hakkınızda laf efsaneye benzer söhbetler işitmişim. Siz benim hakkımda zehirli sözler düşünebilirsiniz Knyaz. Oo, inanmam. Olabilmez. Bütün Azerbaycan sizinle fəxr Bu sözleri sizden işitmem benim için çok hoştur Knyaz. Başlayın. Bu hissəyə diqqət elədirsə, burada bu obraz Knyaz Xasaydır. Yəni bu obraz Knyaz Xasaydır. Bu isə Natəvan, Xurşudbanu Natəvandır. Bildiyimiz kimi Knyaz Xasay onu qarşılayır birinci və Knyaz Xasay onu görəndə Natəvanə deyir ki, Natəvan xanım deyir, mən sizin haqqınızda çox əfsanəvi sözlər eşitmişəm. Yəni onu tərifləyir də. Amma gör Natəvan gör nə qədər sadə xanımdır, sadə Azərbaycan gözəlidir ki, o özündən qürurlanmır, özündən fəxr eləmir. Ay mən belə, mən elə, ay belə. İndiki qızlar var ya, məsələn nəsə deyəndə özündən çıxırlar, nəsə bir iş görəndə, amma görsə xan qızıdır. Deyir ki, siz mənim haqqımda zəhərli sözlər də eşidə bilərsiniz. Yəni tez özündən çıxmır ki, gör nə qədər ağıllı xanımdır. Deyir ki, bütün Azərbaycan sizinlə fəxr edir və o da qeyd edir ki, bunu eşidəndə çox xoşbəxt olur. Yenə də öz sadəliyini orada bildirir əslində. İndi isə canişin gəlir. Canişinlə olan münasibətini siz izləyin. Sonrası mən sizin üçün onu təhlil edərəm. Oh, Matmazel, hoş gördük. Sizi gördüğüme çok şadam. Buyurun yerleşin. Sizin neslinize derin ihtiram hissi beslediğime emin olabilirsiniz. Deyin görün, bizim o galadaki çinovniklerden razısınız mı? Onlar size lazımı kadar hürmet edebilirler mi? Onlarla belə yaxın münasibətim olmasa da, güman edirəm ki, mənə hörmət eləməyə bilməzlər Knyaz həzrətləri. Əlbəttə, əlbəttə. İbrahim xanın nəvəsinə, General Mehdiqul xanın qızına hörmət hər kəsin borcudur. Eşitdiyimə görə siz də həm də gözəl şairəsiz. Bu barədə Kapitan Axundov mənə xeyli danışmışdır. Bilirsinizmi xanım, mən Azərbaycan xalqının cəsurluğuna heyranam. Ona amma çox təəssüflər olsun ki, həmin xalqın tən yarısı sizdən ayrı düşmüşdür. Bu bizim faciəmizdir Knyaz həzrətləri. Lakin biz Cənubi Azərbaycanlılardan ayrı düşsək bir xalqıq. Bizim dilimiz, ədəbiyyatımız, arzu istəklərimiz birdir. Biz bir-birimizə bölüşəcəyimiz günün şəfəqlərini görürük. Gəlin bu hissəni mən sizin üçün təhlil edeyim. Burada gördüyümüz kimi Knyaz üzr istəyirəm, canişinlə Natəvanın dialoqu verilir. Burada gəlir, salamlaşır. Madmazel deyə ona müraciət edir, ondan salamlaşır və ona qeyd edir ki, deyir, mən sizin haqqınızda eşitmişəm, deyir, siz şairəsiniz, şeir yazırsınız. Deyir ki, Mirzə Fətəli Axundov mənə danışmışdı onun haqqında. Hətta testlərdə də düşür, deyir ki, kimi hansı yazıçının adını çəkir. Mirzə Fətəli Axundovun adını çəkir və onu qeyd edir. Mirzə Fətəli Axundovun adını çəkir, deyir ki,
O mənə deyir ki, demişdi ki, sizin gözəl şairə olduğunuzu, sizin İbrahim xan nəvəsi olduğunuzu və deyir sizin haqqınızda çox xoş sözlər eşitmişəm. Və davamına baxaq. Tarixin hadisələri bəzən elə cərəyan edir ki, ən ağıllı hökmdarlar belə bəzən zor işlətməyə məcbur olurlar. Xanım, sizin Tiflisə gəlişinizin əsas səbəbi mənə aydındır. Mən çalışaram ki, atadan qalma mülkün heç olmasa bir hissəsi sizə qaytarılsın. Mən bütün mülklərimin mənə qaytarılmasını Canişin ona deyir ki, sizin gəlişinizin səbəbi məlum oldu. Bir hissəsini qaytarmasını istəyir. Amma xüsusən qeyd edək ki, Natəvan bütün mülklərin geri qaytarılmasını istəyir. edirəm. Mən varis yektayam. Xanım, siz tək qızsınız. O boyda mülk sizin nəyinizə lazım? Mən tək deyiləm, Knyaz həzrətləri. Mənim xalqım vardı. Mənim içində yaşadığım Şuşa şəhərsinin ahalisinin uşaqları elimsiz, kitabsız, məktəbsiz böyüyür. Mən onlara heç bir kömək edə bilmirəm. Mən sizi... Gördüyünüz kimi Canişin ona deyir ki, sən təksən, sən neynirsən deyir bu qədər var dövləti, o qədər neynirsən, sən tək adamsan da. O da deyir ki, mən varisi yektayam və orada gördüyümüz kimi Natəvan nə qədər vətənpərvər bir xanımdır, vətənpərvər bir qızdır. Özünü düşünmür. Bəzi məmurlar olur ki, ancaq özünü düşünür və ya biz indiyə kimi oxuduğumuz, izlədiyimiz ki, adətən rəhbərlikdə olan insanlar ancaq özünü düşünür, öz ətrafını, qohumlarını düşünür. Amma Natəvan isə öz xalqını düşünür. Deyir ki, mənim xalqımın, uşaqlarının kitabları yoxdur, savadsızdır. Mən onlar üçün deyir, çalışıram. Düşünürəm xanım. Lakin mənim vicdanım belə tələb edir ki, sizə düzünü deyim. Biz imperiyanın hal-hazırki vəziyyətində sizin tələblərinizin hamısını ödəyə bilmərik. Bəs onda bizə verilən azadlıq nədən ibarətdir, Knyaz həzrətləri? Azadlıq xalqın kəmala çatmasındadır. Xanım, bilirsinizmi, bəzən görürsən ki, imperatorlar zor işlətməyə məcbur olurlar. Onda da ölkədə bürokratların, satqınların sayı artır. Mənə elə gəlir ki, bəşəriyyət üçün ağıllı diktator hər tür cümhuriyyətdən daha yaxşıdır. Mən bu əqid edəyəm ki, insanların xoşbaxtlığı üçün həqiqi azadlıq lazım. Xanım, mənə elə gəlir ki, Knyaginyanın təşkil etdiyi balda siz də öz gününüzü xoş keçirə bilərsiniz. Buyurun. Knyaz, xahiş edirəm. Buyurun. Burada bunların dialoqu bitəndən sonra Canişin onu bala dəvət edir. Deyir ki, inanıram ki, siz orada xoş vaxt keçirərsiniz və birlikdə gedirlər. Siz özünüz də şeirləriniz kimi zərifsiz Banu bəyim. Siz mənim şeirlərimi oxumuşsunuz. Yoxdur bir kimsə məyər, dərdimi bilsin yarəm. Ki mən öz qadim ilə dərdimə dərman. Onları sizin oxumuş olduğunuzu bilmək mənim üçün çox xoşdur, Knyaz. Mən onları oxuduqca sizlərə bu cürdə təsəvvür edirəm Banu bəyim. Teşekkür ederim Knyaz. Siz hər cürə təşəkkürlər yüksəklər. Yok yok. Başı belalar çekmiş yetim bir kız için sizin sözleriniz bir tesellidir. Sizin en küçük emriniz benim için saadet olan. Doğrudan mı? Tabi gibi. Bu ayrılık benim için hazır olacak. Xudalar, gel Şuşaya, Knyaz. Nedendir sende eylemez gül hızlar? Huda hafiz.
Amma burada biz nə diqqət eləyirik? Onu bala dəvət edilir, amma gedə bilmir. Çünki Natəvan deyir ki, mən Şuşa qalasına yola düşməliyəm. Canişin də deyir ki, nə deyə bilərəm? Sizə yaxşı yol. Sonra da Mənə həm gəldi getmək növbəti, yara, xuda hafiz. Ağıllı qızdır. Knyaz, siz nə vaxta qədər subay qalacaqsınız, hə? onu qeyd edim ki, orada artıq Knyazla Natəvanın münasibətindən gördük ki, artıq o gənclərin bir-birinə qarşı bir isti münasibəti yaranmağa başlayır. Əslində heç onlar deməmiş, biz artıq orada hiss eləyirik ki, həm Natəvanın, həm Knyazın bir-birinə qarşı xoş münasibəti yaranmağa başlayır və Canişin də bunu hiss eləyir və ona deyir ki, sən nə vaxta qədər subay qalacaqsan. Yəni burada Canişin Knyaz Xasay da subaydı, Natəvan da subaydı və Canişin ona indi təklif edəcək ki, sən Natəvanla ailə qur. Görünür, Tale özü məni indiyə qədər qəsdən dayandırırmış Knyaz Həzrətləri. Madam ki, Tale sizi indiyə qədər subay qalmağa məcbur etmişdir, buyurun, taleyinizi sınayın. Mən elə gəlir ki, sizin bu izdivacınız imperatorun da xoşuna gələr. Çünki siz onun təxt tacına yaxın olan ən yaxşı müsəlman kübarısınız. İbrahim xanın nəvəsi ilə olan bu izdivac Azərbaycan xalqında bizə qarşı hüsn rəğbəti artırar, onların mənəviyyatına xoş təsir göstərər. Knyaz necə deyərlər, siz bizləri onlarla qohum etmiş olarsınız. Sizi başa düşürəm, Əhli Həzrət. Lakin mən namuslu adamam. Yalnız siyasete görə evlənmək. Etiraf edin ki, Knyaz, Banu bəyim sizi məftun etmişdir. Onun sizə saldığı ani bir baxışdan mən anladım ki, bu məhəbbət qarşılıqlı. Burada qeyd edək ki, bu Canişin əslində Knyazla Natəvanın münasibətini sırf dövlətçilik üçün, siyasət üçün istəyirdi. Çünki deyirdi ki, sizin evlənməyiniz imperator üçün də yaxşı olacaq. Belə deyək, bizim Azərbaycanla olan münasibətimiz daha da yaxşı olacaq. Çünki xan qızıdır, xan qızı ilə evlənmək dövlətçilik üçün də çox gözəl olacaq. Əslində siyasi cəhətdən öz mövqeyini düşünərək Canişin bunu istəyirdi. Amma baxırıq ki, Knyaz Xasay isə Canişin kimi düşünmür. Knyaz Xasay Natəvana qarşı həqiqətən də sevgi hissləri olduğuna görə onunla evlənmək istəyirdi də. Yəni burada belə deyək, bunu diqqətli nəzərə yetirmək lazımdır. Ola bilər. Mən daxı belə incə duyğuların xiridarıyam, Knyaz. Bilirsiniz Əhli Həzrət, o məni Şuşa qalasına dəvət elədi. Gedin, Knyaz. Doğrusu Əhli Həzrət, nə sözümdə bir cəsarətsizlik hiss elədim. Cəsarətsizlik. Bəli. Oy, Knyaz. Siz ki, kübar salonlarının pələngisiz. Knyaz. Üzr istəyirəm, Knyaz. Yenə sizə xəbərdar edirəm. Sizin bu izdivacınız imperatorun xoşuna gələr. Mən də buna şəxsən razıyam. Qoy talih sizə yar olsun, Knyaz. Bu birinci şəkildir. Birinci şəkil bitdi. Əgər bu tipli videoların izahını istəyirsinizsə, ikinci və üçüncü şəklin izahını istəyirsinizsə, rəy bölməsində qeyd edə bilərsiniz. Videonu bəyənməyi unutmayın. Hələlik.